gün bir oğlan atasının yanına gələrək belə dedi: "Mən bir də misirə getməyəcəm." Atası deyir ki, "Niyə getməyəcəksən?" Oğlu təzədən qayıdıb deyir ki, "Misirdə gördüm ki, telefonla oynayırlar və uyğunsuz hərəkət edirlər və qeybət edirlər." Atası dedi ki, "Yerə əyil və ovucunun arasına torpaq doldur və həmin məscidin ətrafında 2 quruq vur və elə ki, əlindəki torpaq dağılmasın." Oğlu deyir ki, "Yaxşı." Elədi və 2 dəqiqədən sonra gəldi. Atası dedi, ilk sualı, atanın ilk sualı: "Sən dedikodu edən birini gördünmü? Yəni qeybət edən birini gördünmü? Uyğunsuz hərəkət edən birini gördünmü? Telefonla oynayanı gördünmü?" Oğul deyir ki, "Yox, yəni bütün diqqətim qumda idi ki, yəni dağılmasın." Atası təzədən qayıdıb dedi, "Bax bizə bu gəlir. Sən misirə getdiyin zaman bütün diqqətini yaradılana deyil, yaratana fikir ver, bütün diqqətini. Belə etsən imanın ləzzətini ala bilərsən və ya misirə getməyin huzurunu ala bilərsən. Belə eləyin siz də. Misirə getdikdə insanlara baxmayın. Çünki bir insandırlar. Siz yaradana, yəni Allaha yönəlin. Allaha. Vəssalam."